Salam, xoş gördük. Trapesiya mövzusuna aid belə bir sualın izahına baxırıq. Trapesiyanı verib bizə və burada BD diaqonalını çəkib, ondan sonra deyir ki, AD YF-ə paraleldir, o da BC-yə paraleldir. Bir də əlavə olaraq bizə göstəribdir ki, burada DF FC-yə bərabərdir. Aha, burada o nəticəyə gəlirik ki, onda deməli YF orta xətt imiş də. Axı yarı bölübsə bir tərəfi, demək digər tərəfdə yarı böləcək, yəni orta xəttdir. Onda bura 6-dırsa, burada 6 qalır. Tamam. Ondan sonra diqqət edin BAD üçbucağına. BAD üçbucağında YK orta xətt olur. Və biz də bilirik ki, oturacaq orta xəttin 2 dəfə böyük olmalıdır. Yəni AD onda 2-dən 2 dəfə böyük 4 olacaq. Ondan sonra baxırıq BDC üçbucağına. Əgər onun oturacağı 16-dırsa, həmin oturacağa paralel orta xətti ondan 2 dəfə kiçik 8 olmalıdır. Bizdən nəyi soruşurdu? AD 4. Üstə gələk. AY 6. Üstə gələk KF, yəni 8. Bunları da toplasaq, toplam 18 olar. Cavab E variantı.